Salam, hər vaxtın xeyir olsun. Biz növbəti evimizə dəvət olunduq. Evimiz Badamdaqda yerləşir, bina evidir. Gördüyünüz kimi əzizləyicilər, burada bu evimiz 3 ildir remont olubdur. Ancaq ona baxmayaraq, indi isə ev sahibi təzədən söktürüb dağıtdırır. Çünki deyir, istilik əldə edə bilmirəm. Bax, görün nə gündə və nə cür iş görüblər. Çox belə bərbad halda biz başlamışıq söküntüyə. Penoplası görürsünüz də üstündən götürüb eləcə qum töküblər. Yəni beton qatazad verməyiblər. Üzündən elə belə kafenin altından. İndi isə biz söküb dağıdırıq təzədən. Burada çəkiliş eləyəcəyik. Budur, bu içəridəki borudur. Görürsünüz, bu tozdan, torpaqdan yorulmayasın Murad usta. Bax, görün burada. Hadi bax. Bütün hamısı dağılır, sökülür, çıxır və təzədən çəkilir. Çünki su buraxırdı. Ona görə bax, görürsünüz. Bütün xətlərin hamısı sökülüb təzədən çəkilir. Burada divar içi unitazı idi. Çünki bunların vurduğu paykaya bir dənə baxın. Görün necə payka vurub, bax. Ona görə də bax, bunun axırı yoxdur. Ona bax, gör nə gündədir. Ona görə də söktürürlər. Budur, bax, sökülüb dağılır. Bu stipolda bura çəkilmişdir, güyəkindir. Yəni, iş görmüşdülər. Budur, gör nə gündə. İndi isə biz də sökürük, dağıdırıq, təzədən çəkək. Buna bax. Əyri, hardan gəldi, necə gəldi, işləyiblər. Buna bax. Nə deyəsən, bütün hamısı açılıbdır, təzədən iş gedir. Allah buranı çəkib qurtarandan sonra hamısını yenə çəkiliş edib paylaşacağım. Onda da baxarsınız. Onda da o bəzi ustalar görər ki, necə çəkir. Görər. Onsuz da görürlər də, o birisi işlərimiz var, onsuz da görürlər. Razılaşmırlar, Niyə ki, bunlar çox biləndir də. Özlərlə qoy onlar çəksin, xarab eləsinlər, biz də gedək təzdən sökək düzəldək. Onlar olmasa biz qazanırıq. Əlbəttə ki, o belə desək, pis ustalar olmasa yaxşıların qədri bilinməz. Yəni bu məlum məsələdir. Elədir də. Həyatda da pis insanlar olmasa yaxşıların qədri bilinmir. Ona görə də bax belə çəkirlər, qəşəng bu günə qoyurlar. Ondan sonra deyirlər, ay usta gəl, kəllə təpəsinə döyülsün, gəl. İşləmir, belədir, elədir. Deyirəm, belə olmalıdır da, bənətər olacaq. Vaxtında deyəndə belədir, eşitmirsiniz. Hələlik bu qədər. İnşallah videonu izləməkdə qalın. YouTube kanalımız da var. Lazım olsa abunə olarsınız, baxarsınız. Sağ olun, hələlik bu qədər.